Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bugün yeni bir faydalı bir çəkiliş eləmək istəyirik ki, hansı ki, bu artıq bildiyimiz kimi bugünkü bu çəkiliş elədiyimiz bağda artıq ikinci ildir. Birinci il budamışdıq, 2024-ün qışında budamışdıq. Bu qış artıq bu ikinci yaydır, 2 ildir budadığımız. Bu bağda biz nə elədik, necə elədik, əsas nəyə fokuslandıq və bunun sayəsində gözəl bir bağ əldə elədik. Ağaclarımız çox gözəl bir forma aldı. Nə eləsək gələcəkdə daha bol keyfiyyətli məhsul əldə edərik, ancaq maya dəyəri aşağı. Yəni maya dəyəri aşağı deyəndə az xərc, az zəhmət çəkərək daha bol məhsul və keyfiyyətli məhsul əldə edərik. Bugün onu müzakirə edəcəyik və bir çox izləyicilərimizin suallarını burada dəyərləndirəcəyik, onun ətrafında müzakirə edəcəyik. Və bildiyimiz kimi dəyərli izləyicilər, bu bağımız artıq dediyim kimi ikinci ildir, birinci il budadıq, bağımız çox bərbad bir vəziyyətdə idi. Yəni qarma qarışıq, uca bağımızın 5-6 yaşı var. Düzdür, burada bütün ağaclar eyni yaşda deyil. Onu ki, illər boyu deyək ki, əvəz olunubdur. Ağaclar quruyubdur, düzgün davranılmayıbdır, suvarmada və yaxud da müxtəlif əkim sistemi düzgün aparılmayıbdır. Bir çox ağaclarımız quruyubdur və yenidən onu hər il bərpa eləyərək ümumiyyətcə belə götürsək ki, 5-6 ildir və burada 5 ilin, 4 ilin, 3 ilin, hətta 1 ilin belə ağacları var. Belə dəyərli izləyicilər, indi biz burada əsas birinci il nədən başladıq? Budaq sayını tənzimlədik. Yəni, budaq sayını tənzimləmək deyəndə bir çox izləyicilərimiz bunu yanlış başa düşür. Budaq sayı tənzimləyən zaman burada rəqəmlə işlənmir. Dəyərli izləyicilər, bir çox izləyicilərimiz bizə yazır ki, siz neçə budaq saxlayırsınız? Biz hər dəfə vurğuluyuruq. Rəqəmlə işləməyin. Əgər bu bağ bizim əlimizə 4 ildən, 5 ildən keçibdirsə, orada hər ağacda nə mümkündür onu saxlayacağıq. Yox. Biz dədə-babadan görmüşdük, filan qədər olmalıdır. Dədə-babadan belə görmüşdük, dədə-babamız belə idi. Dəyərli izləyicilər, mən hər dəfə vurğulayıram. Dədə-baba bizim başımızın tacıdır. Ancaq dədə-baba dövründə bu iş tam yanlış aparılıbdır. Tamamilə səhv aparılıbdır. Yenə də deyirəm, mən onu bəzi mütəxəssislərə də üzümü tuturam, hansı ki, el içində, insanlar içində, yəni belə mütəxəssis kimi tanınan adamlara. Siz onlara informasiya ötürürsünüz ki, fındıq kol bitkisidir. Kol bitkisidir, kol bitkisidir. Yenə də deyirəm, kol bitkisi nədir? Mən hər dəfə sizə vurğulayıram. Nə olar? Biriniz o şərhdə yazın ki, kol bitkisi nə deməkdir? Kol bitkisi nədir? Niyə görə fındığa kol bitkisi deyilir? Dəyərli izləyicilər, Azərbaycanda yenə də 290 növ kol bitkisi var. 6 sinifə bölünür. Siniflər arasında da müxtəliflik var. Yəni, burada kaktuslar var, üzüm bitkisi var, yəni sürünənlər var, fərqli formada olanlar var, bəzi ardıclar var, söyüd kimilər. Yəni, fındıq da onlardan biridir, ancaq 6 sinifdən birinə aiddir ağac kimilərə. Və onun kol bitkisi adı almağının yeganə səbəbi budaqlanmanın torpağın səthindən başladığı üçündür. Kol bitkisi nədir? Budaqlanması torpağın səthindən başlayan çox illik bitkilərə kol bitkisi deyilir. Yaxşı, dədə-babadan biz nə gördük? Ay insanlar, ay tərəddüd edən, ay inatkarlıq edən, ay insanları səhv yörə istiqamətləndirən və yaxud da özünü el içində, ay mən nə bilim fındığın kölgəsində böyümüşəm, istəyirsən fındığın altında yat gedib. Sənin gördüyün işte hamı yanlışdır. Mən sənə deyim nəyə görə? Əgər fındıq kol bitkisidir, kol bitkisi də nədir? Budaqlaması torpağın səthindən başlayan bitki deyirlər. Əgər elə idisə, nəyə görə bu bizə dədə-babadan qalan indiki o 50-100 ilin bağları qurşağımıza çatır? Ortası, kök sistemi, yaxud da gövdə yeri gəlib qurşağımıza çatır və onun üzərində bərbad budaqlar. Yəni bizə bildirirlər ki, sizin budardığınız bağlar qar yağanda bu budaqlar hamısı sınacaq. Dəyərli izləyicilər, hamısı yerindədir. Azərbaycanda nə qədər bizi izləyən, bizə baxan insanlar varsa, yəni şübhə eləyən, tərəddüd edən, gəlin, biz işdən bağlara gəzək. Görək bizim qarda hansı bir budağımız sındı. Qarda o budaq sına bilər ki, burada iç qurdu olur, bildiyimiz kimi qurd içini kəsir, budağın, o da təbiidir. O, elə bir bağ yox ki, o olmasın. O bir təbiatın bir qanunudur. Biz yaşayırıq, qrip ola bilirik, başımız ağrıya bilir, qarnımız pozula bilər və yaxud da müxtəlif bədənimizdə o təbiidir, o ağacda olasıdır. Yəni, hansı bağda kütləvi şəkildə qar yağıb, vəziyyət heç bir bağda şükür Allaha olmadı, olmayacaqdır, siz onu görməyəcəksiniz. Və nə idi müasirən? Bizə bildirirlər ki, filan olacaq, feşməkan olacaq, nə bilim, nə olacaq, heç də olmadı dəyərli izləyicilər. Yəni, mən nə idi müasirəm? Əgər kol bitkisi, mən nəyə deyirəm, qurşağa çatır, o dədə-babadan qalan o təcrübə ilə, bugün 50-100 yaşı var bağın, bağ sıradan çıxıbdır. Amma əslində kol bitkisi sıradan çıxan bir şey deyil dəyərli izləyicilər. O bizə yüzlərlə pöhran verir. Yaxşı, siz əvəzedici adı altında orada bir sürü pöhran saxlayırdınız. Elə deyilmi? 1 yaşlı, 2 yaşlı, 3 yaşlı, 50-yə yaxın. Hani siz əvəz eləyən tutaq? Mən 30 il, 40 il ağac budayan hər kəsə üzümü tutub deyirəm. Hani siz əvəz eləyən bir budağı mənə göstərin ki,
Bütün bağlarda kövdə ortaya, qurşağımıza çatır ortası, üstündə bir ambar putaq, hər il putaq qırılır, kökündən çürüyüb gəlir, əl atırsan, bərbad gündə məhsuldarlıq, keyfiyyətsiz bir məhsul, bərbad. İndi deyir, bax qocadır da deyir, ay insan, ay mütəxəssis, ay tərəddüd edən, ay boş boğaz, kol bitkisi, qocalan bitki deyil. Kol bitkisi, ona görə ki, o daim torpağın səthindən yenə budaqlar verir bizə. Onun yaşı olmaz, kol bitkisinin yaşı var, o düzgün deyil. Yenə də deyirəm, bax buradan daima yüzlərlə, minlərlə bizə pöhrən verir. Lazım olanı saxlayasıq, lazım olmayanı saxlamayasıq dəyərli izləyicilər. Yəni, budaq tənzimlənən zaman rəqəmlə tənzimlənməz. Çalışasıq, köhnə, o dədə-babadan qalan, o gövdə sistemindən uzaq durasıq, ondan canımızı qurtarasıq və yeni gənc bağlarda torpağın səthindən yeni budaqlar alasıyıq. Bax, bura hal-hazırda 8-in 4-ü əkilibdir. Hətta onun 4-ü olan nələr də var. Yəni də gəlir. Baxın, 4-ün 4-ə nə gözəldir ara məsafəsi. Budaq sayını gözəl tənzimləmişik. Çox səliqəli bir vəziyyət var. Və bu yer boş durur. Buranı nəyə görə saxladılar? Yonca əkmək üçün. Amma siz tərəddüd edirsiniz ki, yox, mütləq fındıq onun olmalıdır. Nəyə görə? Nəyə əsasən? Yonca əkmək üçünmü? Onda siz başdan xarabsınız da. Siz əgər fındıqçılıqdan danışırsınızsa, siz nəyə görə danışırsınız? Ağzınız, başınız, nə danışdığınızı bilmirsiniz. Gəlin, mən sizə sübut edeyim onu. Boş-boş, müxtəlif insanların içində və yaxud da məclislərdə, orada-burada boş-boş, necə deyim, şərəfsizcəsinə boş-boşlaqlıq eləyirsiniz. Mən sizə onu açıq deyim. Ona görə ki, bu qədər torpaq nəyə görə saxlanılır burada? Ya etiraf edin ki, bəli, biz yonca əkmək üçün saxlamışıq. Bəli, fındıq belə olmalıdır. Fındıq 4-ün 5-ə bugün bağlar salınır. Çox gözəl də idarə olunur dəyərli izləyicilər. Hər hektardan 4 ton yarım, 5 ton artıq fındıq götürülür. Biz həmən o bağlarda işləyirik. Oradan da çəkilişlər qoyacağıq sizə. Əgər söhbət fındıqdan gedirsə, yox, onun olmalıdır. Mənim dədə-babam belə görmüşdüm. Yaxşı, dədə-babam at arabası ilə gedirdi. Qalifə şalvar giyirdi, xurum çəkmək giyirdi, başına buxara papaq qoyurdu. Nə bilim, çalğı ilə işləyirdi. Dəhrəm altını işlə də, niyə yığıbsan müasir telefondan, maşından tutmuş evinə? Yaşamada elə, niyə yaşayırsan ki? Dədə-babanı çələ sevənsənsə. Sən boş boğazsan, sən axmaq adamsan. İnsanları özünün, cəhənnəmə gedən özünə yoldaş axtara. Sən elə onlardan birisən. Yenə də deyirəm, dədə-baba başımızın tacıdır. Ancaq bir şeyi etiraf eləmək lazımdır ki, tamamilə yanlış davranmışıq. Və onun sayəsində bugün bağlarımızın, yəni keçmişdən gələn bağlarımızın 99% bərbad gündədir. Yəni artıq çürünməlidir. Ancaq yeni üsullarla çalışasıyıq ki, bu bağ insana bir ömür boyu, yəni normal bir bağ şəklində, özdə ki, necə məhsul az da ola bilər, çox da ola bilər, məhsul bu il 1 manat da ola bilər, 5 manat da ola bilər, hər bir vəziyyətdə ona sərf eləsin. Yox, kübrə daşı, peyin daşı, suyun daldan qaç, dərman vur, nə qazanacaq? Neçəyə satır fındığını? Maksimum bugün fındığımız, yaxşı fındığımız 5 manatdır. 3 manat xaşiyyətsənsə, yaxşı, nəyin sahibi oldun? Neyse dəyərli izləyicilər, əsas inansın, ən yaralı yerimizdir. Bizə çatır bəzi müəyyən xəbərlər. Nəyə görə? Bizi yandıran nədir? Baxın burada, yenə də deyirəm, bir təbii qardaşımız gəlsin. Baxın burada, budağımız zaman 1, 2, 3, 4, 5, 6, 7 budaq saxlamışıq. Artıq budağımız, baxın, hamı meyvə gözləridir. Bizə bəzi yoldaşlar yazır ki, meyvə gözü necə olur? İnşallah bu bağımızın fındıq doğmaya başladığı zaman, artıq fındıq gözlə göründüyü zaman bir də çəkilişdə edəsiyik. Baxın, bunlar hamısı meyvə gözləridir. Hansı ki, bunlar vaxtı ilə kakal idi, yalın idi. Və burada saysız hesabsız budaq var idi, bir-birinin içinə girmiş. Məhsuldarlıq da çox bərbad bir vəziyyətdə. Yəni, nə idi mühasəm? Əgər burada bugün, bax, yenə də deyəm, 3, 4, 5, 6, 7 budaq mümkündürsə, 7 budaq saxlayasıyıq. Yox, mən dədə-babadan görmüşəm, burada filan qədər olmalıdır. Ay insan, yəni sən elə səmimiysənsə, elə çox bilənsənsə, elə tərəddüd edib, özünə ağıl, gəl, burada gözləyirik sizi. Hər zaman hər kəsə bildiririk Azərbaycanda. Gəlin, görüşək biz işlərimiz bağda. Gəl mənə görsət ki, burada o 8-ci budağı harada saxlayaq? Sənin belinə bağlayıb 8-ci budağı, sənin belinə bağlayıb elə gəzdirəcəm 8-ci budağı. Göstər harada saxlayaq da? Artıq budaqlar içini doldurur. Nə mümkündür onu saxlamışıq və hər budaqdan kilo yarım, 2 kilo məhsul artıq gözləyirik. Yavaş-yavaş məhsuldarlığımız yüksəlir. Bu eləcə də, burada bir çox nümunələr göstərmək olar. Bax, eləcə də, bax, burada gəldik bura. Bax, indi burada 1, 2, 3, 4, 5, 6, 7 dənə budağımız da burada var. Amma bu tərəf nədir? Açıqdır. Bax, burada, bu zaman biz nə edəcəyik? Buradan yeni doğan, ancaq dəyərli izləyicilər, bir şeyi vurğulayım. Hər kəs bilsin. Əgər bir yeni doğan pöhrən torpaqdan doğmursa, yenə gövdənin üzərindədirsə, onu saxlamayacağıq.
Əgər torpaqdan doğub birinci il metrə yarım 2 metr uzanırsa onu saxlayacağıq. Əgər o birinci il metrə yarım 2 metr uzanmadısa onu da kəsəcəyik. Nəyə görə? O xəstə budaq olur. Onun üzərində mamur olur. Onun fındığı xırda olur. O tez xəstəliyi götürür özünə. O sağlam doğulmamış bir təbiətdə də elədir. Bütün bioloji varlıqlarda elədir. Mən misal çəkərdim, məsələn bir qoyun quzu doğulanda görürsünüzmü? Bir balaca anormal olanda çox qalmır və yaxud da qalırsa da ət yığmır, arıq olur, keyfiyyətsiz olur. Bax, bioloji varlıqlar hamısı elə dəyərli izləyicilər. Ən sağlamını, ən keyfiyyətini saxlayacağıq. Burada bir çox nümunələr çəkmək olar. Baxın burada, məsələn elə ağacımız var, gəldik bura. Baxın bura. Artıq 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə deyək budağımız var burada. Elə deyilmi? Və burada boş yerlər var. Artıq baxın bir dənə qəşəng töhrənimiz var burada. Nə edəcək? Bunu saxlayacağıq, bu buranı dolduracaq. Bu başqa məsələ. Yox, siz az saxlayırsınız. Yaxşı, gəl mənə başa sal ki, ay insan adlı qəribə varlıq, ay məxluqat, mənşəyi bilinməyən məxluqat. Orada mən, o sənin dediyin, baxın dəyərli izləyicilər, bir dənə əvəzedici qoyduq. Baxın nə gözəl artıq burada budaq rolunu oynayıb. Yaxşı, mən burada artıq sən deyəni harada saxlayayım? Yaxşı, ay insana bənzər varlıq. Burada saxladım, yax bir dənə ortada saxlayırsın. Nə arır? Bəzi indi bu ağac bu deyəndən peyda olubdur. Güya bunlar bizə oxşatır, yəni biz də onlara kimi darıyırıq. Nə bilim, nə inirik? Adamların da başını... Baxın bura, baxın burada nə gözəl bir görüntü. Nə idi məsələn? Baxın 1, 2, 3, 4, 5, 6. 6 dənə qəşəng nəyimiz var? Burada paradüzən böcəyi var. Təbii qardaşımız da onu bir çəksin. Ah, düşdü. Baxın. Çox gözəl bir böcəkdir, faydalı böcəkdir. Zərərvericilərə qarşı daim olan süfələrlə qidalanır. Baxın burada 1, 2, 3, 4, 5, 6 budağımız var. Baxın budağımız nə gözəl səliqəli. Artıq bütün meyvə gözləridir. Bax, bunlar hamısı fındıq olacaq. Mən sizə gələcəkdə onu çəkib göstərəcək əyani olaraq. Mən burada ortada bir dənə budaq saxladım. Yaxşı. Və yaxud da mütləq filan qədər olmalıdır. Yaxşı, bura doldurdum bu axmaq, yaraslı budaqlarla buranı doldurdum. Yaxşı, mən sizə bir şey deyim. Siz insanlara misal nə göstərirsiniz ki, bağınızın ətrafındakı ağacları kəsin deyir. Tozlama yaxşı geçsin. Ay gözü kör, başdan xarab. Birincisi, tozlama zamanı yarpaq olmur ağaclardan. O, bizdə məsələn Zaqatala rayonunda, Axaxtara kəndində fındıqdan çıxan, cır fındıqdan çıxan toz, qanıq çayına kimi toz gedir. Bütün hər yeri tozuyur, onun ki yarpaq yoxdur. Yaxşı, sən buna o ağacları kəstirdin, bağın ətrafında yaşayan, buradakı saysız hesabsız yüzlərlə budağı saxladın. Dədə babana elə görübsən. Yaxşı, bura yarpaqladı. Bu tozlanan meyvə gözləri, bu yarpaqladığı zaman, bura xəşil qazanı olub 10, 20, 30, 40, 50 dən butağı doldurun birbirine. Meyvə gətirirmi? Yox. Göstərə bilərsən bir dənə nümunə? Yox. Və sənin tərəddüdün nədir? Deməli, sən başdan xarabsan, sən xəstəsən. Və sənə arxanca gedən adamlar da, çox təəssüf ki, sənin təsir altında düşən adamlar da o xəstəliğə tutulur zaman-zaman. Ancaq artıq gördüyünüz kimi çox gözəl nəticələr əldə edirik. Bax, yenə də burada bir paradüzən böcəyimiz var. Baxın. Burada heç bir dərmandan istifadə eləmirik. Bu düşdü yerə. Hər şey təbiidir burada. Çox gözəl. Nə gübrə verimi, nə su, nə peyin, heç də hər şey dayandırmışıq və çox gözəl nəticələr əldə edirik. Bu il hər budaqdan kilo yarım 2 kilo məhsul gözləyirik inşallah. Yəni bu il olmaya gələn il olar. Yəni demək istədim o da insanlara. Sonra ən çox ona da vurğu gətirəm. Tozlanma yaxşı getsin. Bağın ətrafındakı gözəl yaşıllığı qırdırır adama. Burada ağacın içində bir ambaş şəlməni saxlayır. O da yarpaqlayanda o göz toz alsa da o yarpaqla dolanda orada fındıq olurmu? Olmur. Hamı nə deyir bizə? Bakın mənim bir dənə ağacım var idi bağın kənarında. Bir gözəl məhsul var idi. Özü deyim məhsul ancaq gün düşən yerində idi. Bunu da deyən özüdür. Sonra da gedib yenə onların təsiri altına düşüb. Axmaq bağının kənarında nələri kəsib. Burada saxlayıb bir sürü budaq. Adi bir dənə şey deyim. Bağımızda meyvəçilik var. Bu da intensiv meyvəçilik, super intensiv var. Gilas əkilsiz, yəni nektar əkilsiz, albalı əkilsiz, müxtəlif də əkilir. Görürsünüzmü? Nə qədər sıx əkilsə də hər ağac özünü tanıyır. Birin 70'ə də olsa, 3'ün 70'ə də olsa özünü ağac tanımalıdır. Siz 5 dənə gilası, 5 dənə almanın biri əkilsinizmi? Yox. Burada da eynisi dərəcələr. Kim deyirsə deyil, o başdan xarab, xəstə, necə deyim, anormal adamdır. Ondan uzaq dur dərəcələr. Siz ona deyin ki, sən əgər özün elə bir gözəl yetişdirmişsənmi? Gəlsin burada bir dənə nümunə var təbii qardaş. Ki bir budağın içində o putaq, mənim dədə babam belə eləmişdi. Yenə dedim, dədə babam o nə ilə gedirdi? O alətlərlə işləyirdi. Sən də işlədə, niyə müasir alətlərlə işləyirsən? Özdə dədə baba dövründə yenə deyirəm 50 ilin bağları var, artıq qurşağımıza çatır ortası. Bərbad gündə sıradan çıxdı. Ancaq biz idarə elədiyimiz artıq bu bağlarda 100 ildə keçsə, 200 ildə keçsə, yəni yaşayırıq, həyatdır. O problem olmayacaq. Çünki bütün budaqları torpağın səthinə salmışıq, dəyərli izləyicilər. Torpağın səthinə saldığımız təqdirdə quraq,
və yaxud hər hansı bir problem yaşanmır. Və budaqlarımız hər hansı özünü budaq kimi tanıyaraq yüksək məhsul yığır üzərinə. İnanırsınızmı, bir budaqdan 3-5 kilo məhsul alma imkanı var. Artıq dünya ölkələri bir ağac sistemində 1 hektardan 6-7 ton məhsul əldə edir. Onlar 9 ton məhsul hədəfləyirlər 1 hektara. Çünki bir hər budaq özünü tamamlayacaq. Baxın dəyərli, bura özünü doldurubdur. Eləcə də bir çox burada nümunələrimiz var. Biz yuxarı gəldikcə görəcəksiniz. Bu insanlar üzümü tutan hər yerdən, məsəl üçün belə müxtəlif söhbətlər gəlir, sözlər gəlir ki, biz belə görmüşdük, biz belə, yenə deyirəm, biz çox şey görmüşdük. Biz görmüşdük, ağrıyan dişi o dəqiqə çıxarmalıydıq. İndi dişin üzərində 6 adda əməliyyat gedir. Əkə də bilərsən, genisi ilə əvəz eləyə bilərsən. Hətta bu son zamanlar daha da müasir üsullardan çıxır. Eləcə də insan orqanizmində necə əməliyyatlar gedir, damar dəyişilir, müxtəlif şeylər var. Yəni bir çox şeylər, mən çox uzağa getmirəm. Yəni əvvəl o var idi, yox. İnsan bir balaca problem ürəkdən məsəl üçün vəfat eləyirdi. Yaxşı, buna istəyirsiniz, buna can atırsınız. Yaxşı, bu fındıqçılığa gələndə, ay dədə babam belə getdi, mən belə getdim, siz budaq sayı az qoyursunuz. Dəlizə, baxın bu çox maraqlı bir növdür. Bildiyiniz kimi bu bizim Zaqatalada 74 növ var. Ümumiyyətcə Azərbaycanda 200 növ fındıq var, tanınmış. Baxın gözəlliyinə 1, 2, 3, 4, 5, 6 budaq saxlamışıq. Baxın bura, harada saxlayayım da? O qalan budaqları harada saxlayayım? Ay insan. İnsan da demək istəmirəm. Bir ay varlıq, mənşəyi bilinməyən məxluqat, harası danışıb bilməyən. Harada saxlayayım qalan budağı? Bir baxsanız bura. Necə saxlayayım mən? İnşallah indi təbii qardaşımız çəkilişi bir balaca dayandırsın. Bir nümunəni göstərəcəm sizə. Deməli indi nəyə göstərmək istəyirəm? Burada gördüyünüz kimi tumurcuq kənəsi var. Baxın dəyərli izləyicilər. Bax, bu tumurcuq kənəsidir. 2 dənə burada tumurcuq kənəsi var. Düzdür, buna qarşı bir zamanlar, yəni bu son zamanlar müxtəlif mübarizə üsulları dəyərli. Bununla heç bir mübarizə aparmaq ehtiyac yoxdur. Bu yenə deyirəm, bu təbii bir haldır. Bu olmalıdır. Artıq gördüyünüz kimi fındıq da doğur. Baxın gördüyünüz kimi inşallah fındıq da yavaş-yavaş doğur. Bu təbii bir təbiətin bir qanunudur. Bu olasıdır. Bütün gözlər meyvə olacaq deyə bir şey yoxdur. Hamı bizimkidir deyə bir şey yoxdur. Bu tumurcuq kənəsinin içində həm faydalı, həm də faydasız müxtəlif gənələr var. Yəni müxtəlif təbiətdə bioloji. Yəni biz onu imini məhv eləyək deyə bir şey yoxdur. Əgər kütləviyyəsə, görsək ki, bu bizə fəsadlar yaratır, heç bir fəsad yaratmır. Bir budağımız yenə də kilo yarım, 2 kilo məhsul verirsə bizə, bizim əlavə ona qarşı mübarizə aparaq, ona dərman vuraq, o ilə nə bilim nə eləyək. Bu hamısı artıq mənə dəyərlidir. Baxın, burada dəyərli izləyicilər. Baxın, burada bir dənə gözəl ağacımız var. Baxın, görürsünüz, elə ağaclarımız var, artıq istənilən bir formaya düşüb. Baxın, 1, 2, 3, 4, 5, 6, 7 budağımız var. Və burada mənim durduğum yerdə boşluqdur. Buradan bir budaq yetişdirəcəyik. Əgər bir dənə yetişdirəcəksə, 50 dənə burada pöhrən qoymamalıyıq. Yazından, indidən nəzarət eləyərək çox səliqəli bir forma yaratmalıyıq ki, yəni burada qurmalıyıq ki, bu budaqlarımız özünü hər hansı bir budaq kimi tanısın. Mən bir də nəyi vurğulamaq istəyirdim? Baxın, bir şey deyəcəm, deyir, bir də bəzi adamlar, onu demək istəyirəm, deyir, bağımın ətrafındakı ağacları kəsdirdilər, deyir, tozlanma yaxşı getsin, havalanma o getsin, nə getsin. Ay insan, sizin verdiyiniz məsləhət o insana nə yaxşı bilirsinizmi? Deməli, biz istəyirik ki, yay ayıdır, bir ağac olmayan yerdə ağac tikmişik, ev tikmişik, artıq yay gəlir və nə edirik? Evimizin kənarına qəşəng ağaclar əkmişik ki, evimiz sərin olsun. Özümüz nə edirik? Evin içində pes qalayıb, qızdırıcı soba yandırıb otururuq yayın ortasında. Dəyərli izləyicilər, buna oxşur. Gülünc, məskəriyə qoymuşsunuz özünüzü. Əgər mən bugün bu ağacımın içini, ortasını, havalanmasını, günəşlənməsini təmin eləmirəmsə, mənim bağımın ətrafındakı ağacların kəsilməsinin nə mənası var? Siz xəstəsizmi? Dəlisiniz, gedin dəlixanaya. Problemi də qoy. İndi gedəcəksiniz, özünüzü dəli yerinə qoymuşsunuz, rahatca sizi orada qəbul edəcəklər. Dəyərli izləyicilər, bu adamlardan uzaq durun. Bizə lazımdır ki, hər budağın asları və üzü günəşlənsin. Hava alsın ki, onlar meyvəyə çevrilsin. Yox, sən bunun ortasını şəlmə kimi qoy belə, bərbad gündə qoy. Deyilən ki, bağın ətrafındakı ağacları kəsin. Havalansın, günəşlənsin. Yenə də tozlanma dövründə yarpaqlar tökülür, dünyanın hər yeri qəşəng toz alır. Ancaq burada əsas şərt odur ki, tozlanmadan sonra toz almış meyvə gözləri meyvəyə çevrilmək üçün günəş, hava almalıdır. Orada müəyyən proseslər getməlidir. Yoxsa burada yarpağın içində, budağın içində, yarpağın içində. Siz orada az budaq qoymuşsunuz. Harada? Gəl, bax, biz az budaq qoyan yerdə bax, nə gözəl vəziyyət var. Sən çox budaq qoyan yerdə, sənin o budaqlarının inansın 90% yararsız fındıq verməyən, insan gözü açdı. O, necə deyim, nəfsi xarabdır ki, o istəyir çox budaq. Elə biri çox fındıq verəcək. Nə qədər fındıq yığırsınız? Bu keçən il biz inansın maksimum 8 kilo, nə bilim,
10 kiloya zorla çatır bağlar. İnanırsınız biz 9-10 putaqdan Səbiq bəyin bağında 20 kilo məhsul əldə elədik keçən il. Bu il 25 kilo hədəfləyirik. İnşallah ayrı təbii fəlakət olmasa, nəsə problem olmasa o da olacaqdır. Yenə də deyirəm, maya dəyəri aşağı olmaq şərti ilə əlavə heç bir əziyyət, iş, ay nə bilim onun dalından qaç bunu. Özə nə edirəm? Hə, peyin tökürlər. Peyini gətirib tökür bura. Mən deyir dədə-babadan elə görmüşəm. Ay insan, o dədə-baba tökən peyin bugün o bağları çürütdü. O bağlar çürüyür. Bu da əl atırsan qopub gəlir. O peyini gətirib ortaya tök. Görürsünüz bura nə gözəl torpağını işləmişik. Çox gözəl. Yağış almasını təmin eləmişik. Münbitləşəcəkdir. Otu, xəzəli qatdıq işlərində torpağa. Və yersən yağışları alma qabiliyyətini yüksəkdir. Su alma qabiliyyətini yüksəkdir torpaq işlərə. O ağacın dibində nə axtarırsınız? Orada nə işiniz var ha? Siz çörək yeyəndə qarnınıza mı tökürsünüz, başınıza mı tökürsünüz, yoxsa normal şəkildə ağzınızla çeynəyib qəbul edirsiniz? Orada onun daşıyıcı damar kökləri var. Bütün əmici tellər, ay mütəxəssis, ay professor, bağa gedəndə adama niyə başa salmısan onu? Bütün əmici tellər buradadır artıq. Budaqların son nöqtələrində gəlib çıxır əmici tellər. Orada onun gövdəsi var. Mən dədə-babadan bunu belə görmüşəm, dədə-babadan bunu elə görmüşəm. Çox səhv yoldasan, yanlış. Səninki nədir? İnatkarlıq. Heç bir nəticə əldə edə bilmirsən. 1 kilo da artıq fındıq əldə edə bilmirsən. Bu bağları da görürsən, oldu mu? Gözün götürmür, çürüklükdən, yaramazlıqdan başlayırsan o adamlara zəhərini yaymağa. Oldu mu? Zəhərlənmiş. Sən özün onsuz da zəhərlənmirsən o bəla ilə. O da istəyirsən yenə də cəhənnəmə gedən deyə özün yoldaş axtarır. Belə dəyərli izləyicilər, əlavə suallarınız olsa şərhlərdə yazın. Bizdən bu qədər hələlik, inşallah gələn görüşlərə də.